Elə əməliyyatlar var ki, onlar ancaq bir il sonra paylaşa bilirik. Niyə? Onun ki, nəticəsi təxmini o vaxtdan tez bir şey demək olmur. Bugünkü xəstəmiz 11 yaşında. Gördüyünüz kimi daha öncə əməliyyat olunubdu, təxminən 7 ay qabaq başqa bir mərkəzdə. Diaqnozu bud sümüyünün proksimal ucunun kistası. MRT görüntüləri də göstərəcəksə, tam buradan bura kimi şişmiş bir kistadır. Böyük bir kistadır, aktiv bir kistadır, aqressiv bir kistadır. Yeri pisdir, bud sümüyünün boynunun böyük qismi yoxdur. Demək olar ki, boynunun cəmi 20-30% qalıbdır. Başqa yerlərdə sınıq riski çoxdur, retsidiv riski çoxdur, mürəkkəb əməliyyatdır. Yavaş-yavaş başlayırıq. Burada müxtəlif sümüklərdən, lazım olsa özündən allotransplantatdan istifadə edəcəyik. Buna baxmaq üçün bura bir iğnə batırırıq və görürük ki, qan gəlir özünə tərcihlə. Yəni, bu hamısı kistanın içidir, qanla da doludur. Bölgədən heç bir sümük qalmamışdı. Sadəcə bu qism qalmışdı, üst qism. Bu sümükdən artıq heç bir sümük yox idi. Belə bir böyüklükdə də bir kistası var idi. Bu əməliyyatların problemi nədir? Birincisi, bu bud sına bilər. Bu sınsa da bunun bitişməsi də çox mürəkkəbdir. Əksər hallarda bitişmir, onun üçün qalan sümük olduqca az idi. Və ya damarların zədələnməsi nəticəsində və kistanın nəticəsində bud sümüyün başı zaman içində əriyə bilərdi və o da ciddi problemlər yaradır bu yaşda. Nazənin də ki, böyük bir yol keçdi, əziyyətli bir yol keçdi. Gələndə heç yerimirdi, böyük bir problem var idi. Amma şükürlər olsun, indi ayaq üstədir, üzü gülür və indi artıq biz rahat onu yeridə bilirik. Nazənin problemi, bax bu bud sümüyünün boynunda çox böyük bir kistası var idi. Bir dəfə də əməliyyat olmuşdu. Təxminən bu ölçülərdə bir kista idi və tüm sümüyü dağıtmışdı. Burada görsənir bud sümüyünün boynundan ancaq 3 milim, 4 milim bəlkə yeri qalmışdı. Bura hamısı artıq qoyulan sümükdür və şükürlər olsun ki, boynu artıq formalaşıbdır və artıq təhlükə yoxdur. Hələlik kista təzədən yaranmır, amma kistası çox aktivdir, yenidən yarana bilər. Onun üçün bundan sonra 2 il, 3 il, 4 il, 5 il daima nəzarətdə olacaqdır.